İkinci ünsür dın, dörd cür. Sözün sonunda dın dörd cür çıxış edirsə, varsa əgər, bu da eynən əvvəl dediyimiz kimi heç vaxt bir şəkilçi olmayacaq. Bu, sualdan asılı olaraq ya iki qrammatik şəkilçidir, ya da bir leksik, bir qrammatik şəkilçidir. Yəni, heç bir halda bir şəkilçi kimi qəbul oluna bilməz. Yenə suala fikir veririk. Məsələn, sən yaxşı oxudun. Misal üçün belə bir cümlədə nə etdin sualı veriləcək sözə və bu zaman nə etə yenə dın bütöv qoşulduğuna görə d olacaq burada zaman şəkilçisi, n olacaq şəxs şəkilçisi və dın ünsürü iki qrammatik şəkilçidən ibarət olacaq. Bu şeiri uşağa oxudun. Belə bir cümlədə isə nə edin sualına cavab verəcək söz və nə edində yenə dediyimiz kimi nə et, bu t, d, t-dır. Nə et hissəsinə ancaq in qoşulur və deməli qrammatik şəkilçi də ancaq in olur. Onda kənarda qalan d şəkilçisi deməli leksik şəkilçidir. T leksik şəkilçisinin cingiltələşmə nəticəsində dəyişməsidir. Və beləliklə həmin ünsür, yəni dın dörd cür ünsürü d üstə gəl ın şəklində deməli bir leksik, bir qrammatik şəkilçidən ibarət olacaq. Və bunların deməli bu şəkildə ayrılması birinci növbədə sözün tərkibində şəkilçinin sayının düzgün götürülməsinə xidmət edir, yəni onun üçün əsasdır. İkinci isə burada müxtəlif şəkildə, müxtəlif sayda deməli fərqlər meydana gəlir ki, o fərqləri biz nümunələr üzərində izah edəcəyik.